Şuşa şəhərində 8 noyabr Zəfər günü ilə əlaqədar silsilə tədbirlər davam edir və biz hal-hazırda Güllü bağdayıq. Güllü bağda Şuşa sakinlərinin əl işlərindən ibarət sərgi təşkil olunub. Zəfər bayramı münasibətlə bütün xalqımızı təbrik edirəm. Şəhidlərin sayəsində biz bu torpağa gəlib çıxdıq. Allah onlara rəhmət eləsin, qazilərimizə can sağlığı versin, prezidentimizə də can sağlığı versin ki, bizi vətənimizə gətirib qovuşdurdu və biz bu öz vətənimizə çox xoşbəxtik. Şükür bugünə ki, biz qayıtdıq vətənimizə. Sözün açığı həm sevindim, həm kədərləndim. Sevindim ona görə ki, heç ağlımıza gəlməzdi ki, nə vaxtsa biz Şuşaya qayıdacaq, Şuşa torpağında gəzəcəyik. Kədərləndim ona görə ki, Natəvan xanımın evi, başqa bizim tarixi binalarımız, milli sərvətlərimiz dağıdılıb, güllələnmiş heykəllər. Buna görə də ancaq sevincim kədərdən daha çoxdur ki, bugünə şükür ki, biz qayıtdıq Şuşaya. Şuşa Azərbaycanın mədəniyyət mərkəzidir, mədəniyyət evidir. Məhz Zəfər günü ilə əlaqəli mən istədim ki, bu günü bizim doğma, müqəddəs Şuşamızda keçirəm. 2 ildir gözəl Şuşamızda, gözəl Qarabağımızda məskunlaşmışam. Qürur verici haldır, çox sevinirəm. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə can sağlığı versin. Zəfərin mübarək Azərbaycan, zəfərin mübarək şəhidlərimiz, zəfərin mübarək qazilərimiz. Biz çox sevinirik ki, bugünkü gün bu gözəl Zəfər bayramını Şuşada qeyd edirik. Qarabağ Azərbaycandır. Təbrik edirəm hər birinizi. Bütün xalqımızın Zəfər bayramı münasibəti ilə təbrik edirəm. Bizim borclu olduğumuz şəhidlər, o şəhidlər ki, onlar bayrağı fəxrlə, qürurla öpüb, bağrına basıb, döyüşə qatılıb, bayrağa bükülüb geri qayıdan oğullarımız, o oğullara borcluyuq. Bugünkü qazilərimiz ki, aramızda gəzirlər, fəxrlə gəzirlər, o qazilərimizə borcluyuq. Mən bütün xalqımın, bütün şəhid ailələrinin, qazilərin hamısının bayramını təbrik edirəm. Çiçək açır, qır açır, o gözəl Qarabağı, gizlə tarix yazıb, azad olub torpağı. Qorxu bilməz candılar, qəhrəman oğlandılar. Hər hücumda andılar, ulu öndər eydəri, Azərbaycan əskəri. İrəliyə ilhamla, düzəldilər nizamla, qaytardılar inamla, hər bir kəndi şəhəri, Azərbaycan əskəri. Bugün Zəfər bayramını qeyd eləməyə gəlmişik. Çox qürurluyuq. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə can sağlığı versin, prezidentimizə can sağlığı versin ki, bugünkü günü bizə yaşatdılar. Bugün Şuşamızın günüdür. Bugün artıq Şuşanın azad olunmağının 5-ci il dönümüdür. Təbii ki, mən də bir Qarabağlı olaraq, hərbi jurnalist olaraq və bu qüruru, bu zəfəri Xankəndimizdə, Şuşamızda qeyd etməyə həqiqətən fəxarət hissi keçirirəm, qürur hissi keçirirəm. Başda şəhid ailələrini, qazilərimizi təbrik edirəm, Müzəffər Ailə Baş Komandanı təbrik edirəm ki, bu gözəl günü bizə yaşatdılar. Bugün biz Azərbaycan xalqını təbrik edirəm ki, bu günləri
dünya səviyyəsində tarixi boyu unudulmaz bir zəfərimizi qeyd edirik. Vətənin yolu açıldı, bağlanmış qolu açıldı, dünyaya zəfər saçıldı. Sən qalibsən Azərbaycan. Millətin yaşasın Azərbaycan. Mən deməli 82-ci ildən 92-ci ilə kimi Şuşa Dövlət Rəsm Qalereyasının direktor işləmişəm. 92-ci ildə məlum hadisələrlə əlaqədar Bakı şəhərinə köçdük və fəaliyyətimi Bakı şəhərində davam etdirdim. 32 il deməli öz təxəyyülümdə təsvir elədiyim rəsm əsərləri yaratdım. Yəni o qaçqınlıq dövründə. İndi Allah'a şükür il yarımdır ki Şuşa şəhərinə köçmüşük. Allah prezidentimizə can sağlığı versin, qazilərimizə can sağlığı. Zəfər gününədəki bu günlərə mənim töhfəm ilk dəfə olaraq 32 ildən sonra Şuşada ilk fərdi sərgimi təşkil elədim. Buna görə də duyğu hiss eləyirəm. Sağlıq olsun, gələcəkdə də yeni əsərlər, yeni seri sərgilərlə bütün gələn qonaqların üzünü ağ eləyəcəm. Zəfər günü ilə əlaqədar silsilə tədbirlərin növbəti ünvanı Şuşa oteli oldu. Konsert başlamazdan öncə vətən uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov Şuşada görülən işlərdən danışaraq qeyd etdi ki, ölkə prezidenti Şuşaya mütəmadi səfərlər edir və müəyyən tapşırıqlar verir. Əsas tapşırıqlardan biri isə tezliklə sakinlərin Şuşaya evlərinə geri dönməsi ilə bağlıdır. Daha sonra tədbir bədii hissə ilə davam edib. Qarabağ Universitetinin 1-ci kurs tələbəsiyəm. Buradan bütün Azərbaycan xalqının Zəfər bayramını təbrik edirəm və zəfəri burada yaşamaq bambaşqa bir istir. Bir daha bayramımızı təbrik edirəm. Çox sağ olun. Bayramımız mübarək olsun. Bütün televiziyamız tamaşaçıları təbrik edirəm bayram münasibətilə. Təbii böyük xoşbəxtçilik ki, Naxçıvan televiziyasına Şuşadan Zəfər günündə təbrik edirik bizim həmvətənlərimizi, əzizlərimizi. İnşallah gün o gün olsun ki, zəfəri davam olaraq Zəngəzur koridorundan gedək birbaşa Naxçıvana, orada Naxçıvan televiziyasına müsahibə verir inşallah. O gün uzaqdır, biz inanırıq ki, yaxın vaxtlarda onun da inşallah nail olarıq. Mən Seyidova Aytən, mən də Naxçıvan şəhərindən gəlmişəm, Xankəndidə təhsil almağa. Mən də buradan bütün Azərbaycan xalqının Zəfər bayramını təbrik edirəm. Hər kəsə qucaq dolusu sevgilərimi göndərirəm. Aynur Nadir qızı, Atabəy Səyyad, Zaur Həsənov, NTV Xəbər, Qarabağ.